Deməli, Toyota Prius'dur. Antifrizi maşın bir müddət işləyəndən sonra qaytarırdı Baçoka. Buradan da tökülürdü yerə. Pompanı söktüyü baxdıq, pompa qaydasında heç bir problem yoxdur. Problem termostat. Yəni termostat tam aça bilmir. Normadan çox qızır və başlayır maşın qızmağa. Suyu qaytarır, tökür çölə. Termosun da işləməməyinin bax. Sanları yanmışdı. Burada iz var. Görürsünüz, bu tərəflərdə yoxdur. Amma bu tərəfdə iz var. Termostat çəpləşir, açılmır. Ona görə də suyu qaytarır, tökür çölə. İndi termostatı təzələyib, yenisini əvəz eləyib, yığıb üstünə müştəriyə təhvil verəcək. Bu da bizim təzə termostatımız. Açım.